İranın Səhər telekanalının sosial şəbəkələrində bu tədbir haqqında yazılar getməyə başladı. Yalan və böhtan xarakterli fikirlər orada bildirildi. Öncə orada xüsusən bir fikir mənim diqqətimi cəlb elədi. O haqda mən öz münasibətimi bildirim, sonra Faiq bəylə söhbətimizi davam elətdirəcəyik. Orada deyilirdi ki, neçə illər separatizmindən əziyyət çəkmiş Azərbaycan dövləti, yəni erməni separatizmini nəzərdə tutur. Bugün İrandakı separatizmə dəstək verir, yəni İranı parçalamaq istəyən qüvvələrə dəstək verir. Yəni burada Qarabağdakı erməni separatizmi ilə bugünkü Güney Azərbaycan Milli Hərəkatı müqayisə olunur, eyniləşdirilir. Onu yazanların nəzərinə çatdırırıq ki, Qarabağa sonradan köçürülmüş gəlmə ermənilərə Sovet dövrü, cəmi 50-100 min erməniyə, Sovet dövrü muxtar vilayət səviyyəsində muxtariyyət verilmişdi. Hətta 1-ci Qarabağ müharibəsindən sonra, yəni torpaqlarımız işğal olduqdan sonra, işğal dövründə Azərbaycan tərəfi dəfələrlə Qarabağ ermənilərinə cəmi 50-100 minlik erməni əhalisinə, hətta muxtar respublika səviyyəsində muxtariyyət verməyə hazır olduğunu bildirmişdi. Amma ermənilər bunu istəmədilər, ancaq müstəqillik istədilər. Bəs bugün İran rejimi 40 milyonluq Azərbaycan türkünə hansı yükləri verir? Bugün 40 milyonluq Azərbaycan türkü ən elementar milli haqlardan məhrumdur. Bugün əgər 40 milyonluq Azərbaycan türkünün dili bir ölkədə, yaşadığı ölkədə rəsmi dil statusuna malik deyilsə, rəsmi dil deyilsə, həmin 40 milyonluq toplum öz ana dilində təhsil ala bilmirsə, əlbəttə ki, ayrılmağa çalışacaq, əlbəttə ki, müstəqil olmağa çalışacaq. Yəni, bugün əgər İranda separatizm varsa, həmin separatizmə elə rəvəs verən İran rejimi özüdür. İran rejiminin assimilasiya siyasətidir, şovinist siyasətidir. Əgər İran rejimi İranın, bu dövlətin bütövlüyünü qoruyub saxlamaq istəyirsə, ilk növbədə qeyri-fas haqlarına, o cümlədə də türklərə, Azərbaycan türklərinə öz milli haqlarını vermək.